Salam, bugün sizlər üçün dərs videosu çəkəcəm. Hansı ki, YouTube-a uzun müddətdir ki, dərs videosu yerləşdirmirəm və görürəm ki, rəylərdə yazırsınız ki, müəllim dərs videosu da yerləşdirin. Yerləşdirəcəm. İnşallah ki, yaxşı baxarsınız. İnşallah ki, sizlər üçün faydalı olar. Faydalı olarsa, izlənmə də çox olarsa davamlı olar. Başlayaq. Bugün konkret olaraq dərslikdə olan bir dərsi izah etməyəcəm, amma düşünürəm ki, abituriyentlərimizin əksəriyyətinin homoqamit və heteroqamit fərdlərdə xromosom müxtəlifliyi və homoloji xromosom sayı verildiyi zaman bir problemlər yaşaya bilərlər. Və onu izah etməyə çalışacağım. Nədir xromosom müxtəlifliyi? Homoqamit və heteroqamit canlılarda xromosom müxtəlifliyini biz necə hesablamalıyıq, necə götürməliyik? Və bu sizə daha aydın olsun deyənə özümüzün xromosom, yəni insan xromosomlarına əsasən mən bunu sizlər üçün izah edəcəm. Bilirik ki, karyotipdə 46 xromosom vardır və bu 46 xromosom 44'ü autosom olmaqla bircə dəqiqə. 44'ü autosomdur. Digər ikisi isə cinsiyyət xromosomlarıdır. Əgər canlı homoqamitsə, öncə bir onu izah edim. Nə deməkdir homoqamit, nə deməkdir heteroqamit? İndi bilənlər zaten bilir də, bilməyənlər üçün izah edirəm. Homoqamit o deməkdir ki, yəni bu bizə qamit verəcəyi zaman bu fərd cəmi bir növ qamit verəcək. Çox qamit verə bilərik. Hamısının növü 1 olacaq. Nəyə görə? Zaten autosomdan hər homoloji cütdən birini verəcək qametə. Cinsiyyət xromosomlarında homoqamit canlıda ikisi də X-dir axı. Hansını versə eyni şey olacaq da. Yəni fərqlilik meydana çıxmayacaqdır. Ona görə də bu canlı bizə cəmi bircə növ qamet verə bilər. Amma misal heteroqamit canlı da necədir? Bunun cinsiyyət xromosomları X və Y-dir. Bu mənə qamet hazırlayacağı zaman bir dəfə qametə X cinsiyyət xromosomunu verə bilər, digər dəfə isə Y cinsiyyət xromosomunu verə bilər. Və bu da olar müxtəliflik. Yəni müxtəlif heteroqamit, yəni müxtəlif qamit hazırladı. Birinci halda homoqamit, yəni bərabər hazırladığı bütün qamitlərdə eynidir, bərabərdir, bir müxtəliflik yoxdur qamitlərində. Ona görə mən ona homoqamit dedim. İkinci canlı isə heteroqamit olduğuna görə iki fərqli qamit verdi mənə. Tamam. İndi gəlin baxaq, xromosom müxtəlifliyi nə deməkdir? Və biz bildik ki, insanda 44 autosomdadır, düzdür? Gəlin birinci cütə baxaq, ikinci cütə baxaq. Mən burada bunları bir-bir özüm çəkmişəm və rənglərinə görə sizin üçün fərqlilik yaratmışam ki, rənglərinin fərqliliyinə görə sizə aydın olsun. Əslində, təbii ki, xromosom rənglərinə görə deyil də, forma ölçü üzərində yerləşən genlərə görə bir-birlərindən fərqlənirlər. Və birinci cütə baxsaq, indi mən rənginə görə sizə aydın olsun deyə qeyd etmişəm. İkisi də eyni formalı, eyni ölçülü, eyni gen daşıyan homoloji cütdülər. Yəni bunlar fərqli deyillər, eynidirlər. O zaman mən bunu bir dənə müxtəliflik kimi götürürəm. Amma birinci cüt homoloji xromosom, ikinci cüt homoloji xromosomdan fərqlənir. Həm ölçüsünə, həm formasına, həm də üzərində daşıdıqları genə görə. Amma bu ikinci cüt özü də öz aralarında oxşar olsa da, yəni bu bunun oxşarı olsa da, digər cütlərdən fərqlənir. Deməli, hər bir belə cütü harda gördümsə, mən buna bir müxtəliflik kimi yanaşmalıyam. Gəlirəm ta 22-yə qədər autosomlara və görürəm ki, bəli, 2-2-2-2 diploid bir yığında 2-2 bir-birlərinin oxşarlarıdır. Və hər bir oxşarlıq da bir müxtəliflikdir. Yəni birinci xromosom ikincidən, üçüncüdən, 22-dən hamısından fərqlənir. Ona görə müxtəliflik deyirik. Yəni qısacası autosomda 22 müxtəliflik vardır. Cinsiyyət xromosomlarına gəldiyim zaman isə homoqamit canlıda, misal üçün qadınlarda görürəm ki, eyni cinsiyyət xromosomu daşıyırlar, XX. Yəni burada bir müxtəliflik yoxdur, düzdürmü? Daha doğrusu bir dənə müxtəliflikdən fərqlilik yoxdur. XX-dən fərqlənmir, eyni bir şeydir. O zaman 22-nin üzərinə gələcəm 1. Yəni cinsiyyət xromosomları da bir müxtəliflik kimi götürüldü. 22 autosom, topla bir də cinsiyyət xromosomları nə etdi? 23 müxtəliflik etdi somatik hüceyrədə. İndi qameti desə, qametdə dəyişərmi? Qametdə dəyişməz, yenə 23 olar. Nəyə görə? Çünki bu canlı, yəni homoqamit bir canlı mənə qamet verəcəyi zaman hər homoloji cütdən birini qametə verməlidir. Hər homoloji cütdən birini qametə verməlidir və sonuncu cinsiyyət xromosomlarından da yenə birini bura verməlidir. Qısacası, mesela bizim özümüz üçün desək, 46 xromosom diploid yığımdadırsa, haploid yığımda 23, yəni hərəsindən biri
verilərək qamet hazırlanır və hər biri də ayrı-ayrı müxtəliflikdir. Ona görə qadının istər somatik hüceyrəsindəki xromosom müxtəlifliyini soruşsun, istərsə də ki, qametində olan xromosom müxtəlifliyini soruşsun, hər iki halda 23-23 olacaq. İndi gəlin bir də homoloji xromosom nə deməkdir? Ona baxaq qadınlar üçün. Baxın, homoloji xromosom, bayaq da qeyd etdim. Bu xromosomlar bir-birlərinin oxşarları olduğu üçün homoloji cüt sayılır. Bu da ikinci bir homoloji cüt, bu üçüncü homoloji cüt, bu dördüncü və nəhayət gəlirik autosomun 22-ci homoloji cüt. Sonuncu cinsiyyət xromosomları da yenə də bir-birlərinin tam homoloqlarıdır. Qısacası burada da yenə homoloji xromosom deyirsə, nə olacaq? 23 olacaq. Düzdürmü? Gəlin baxaq. Qadınlar üçün çox qəşəng olur hamısı. 23, 23, 23. İstər diqqət etsəz, somatik hüceyrədə xromosom müxtəlifliyi desə, yenə cavabımız 23 oldu. Qametində xromosom müxtəlifliyi desə, yenə cavabımız 23 oldu. Və homoloji xromosom sayı desə, yenə də cavabımız 23 oldu. İndi biz bunu bizim üçün, insan üçün etdik. Amma bir fərqli xromosom sayına malik olan hər hansı bir homoqamet fərddə necə olacaq? Həmin homoqamet fərddə diploid yığımın yarısı, yəni düstur şəklinə götürsəm, 2n, yəni hüceyrə 2n-dirsə, somatik hüceyrədə olacaq n, elə burada qeyd edim. Somatik hüceyrədə olacaq n, qametdə olacaq n və hətta homoloji xromosom sayını sorsa, yenə də n olacaq. Deməli, homoqamet canlılar üçün çox rahatdır. Deməli, onun somatik hüceyrəsindəki xromosom sayı verildiyi zaman və bizdən homoloji xromosom sayı soruşsa da n deyəcəm. Somatik hüceyrədə xromosom müxtəlifliyi də soruşularsa, yenə də n deyəcəm. Qametindəki soruşularsa, yenə də n deyəcəm. Və indi gəldi kişilər üçün, yəni heteroqamet canlılar üçün. Hə, burada biraz işlər dəyişir. Qadınlar üçün onların üzərində homoqametləri öyrəndik ki, o hər 3 sualın cavabı n-dir, haploid sayıdır. Amma kişilərdə hər 3 sualın cavabı fərqli olacaq. Niyə? Gəlin birinci xromosom müxtəlifliyi baxaq. Xromosom müxtəlifliyi artıq autosomlarda xromosom müxtəlifliyini bildik. Yəni bunların hamısı ayrı-ayrılıqda, ayrı-ayrı müxtəlifliklərdir. Yəni birinci cüt ikincidən, digərlərinin hamısından fərqlənir. İkinci də digərlərinin hamısından fərqlənir. Və autosomun sonuncusunu götürürəm 22. Yəni bu da fərqlilikdir. Amma gəlin indi cinsiyyət xromosomlarına baxanda işlər dəyişir. Nəyə görə? Çünki X tamamilə ayrı bir xromosomdur. Y də ayrı bir xromosomdur. Yəni tam bir-birlərinin homoloqları olmadıqlarına görə onları mən eyni müxtəliflik olaraq götürə bilmərəm. Bax, bu fərqli bir müxtəliflikdir, bu da fərqli bir müxtəliflikdir. Deməli, cinsiyyət xromosomlarına görə kişilərdə və kişilərin üzərindən heteroqamet fərdlərdə deyirik. Çünki bizdə kişilər heteroqametdir. Heteroqamet fərdlərdə cinsiyyət xromosomları üzrə iki fərqlilik vardır. O zaman autosom 22, cinsiyyət xromosomları da 2. Topladığım zaman nə etdi? 24. O zaman xromosom müxtəlifliyi somatik hüceyrədə kişi üçün etdi 24. İndi mən digər bir hər hansı bir heteroqamet canlı üçün mən bunu düstur halına necə gətirim? Hansı düstur deyim? Gəlin belə deyək, haploid sayının üzərinə 1 gəlməklə. O zaman n plus 1 düsturu bizim işimizə yarayacaq. Yəni bizə əgər xromosom müxtəlifliyi heteroqamet fərdlər üçün soruşularsa somatik hüceyrədə, n plus 1 düsturunu istifadə edə bilərik. Qamet üçün soruşularsa, gəlin baxaq, qametdə necə olacaq? Yenə də mi 24 olacaq və adətən bu qamet qarışdırılır. Baxın, qametdə autosomların hərəsindən bir dənə gələcək. O, necə qadınlarda dediyim kimi. Amma bunların cinsiyyət xromosomları müxtəlif olsa da, qametə heç vaxt iki cinsiyyət hüceyrəsi düşə bilməz. Cinsiyyət xromosomu daha doğrusu. Ya X düşməlidir, ya Y düşməlidir. Deməli, X-in düşəcəyi hal üçün də 23, Y-in düşəcəyi hal üçün də yenə də 23 müxtəliflik olacaq. Burada yadda saxlayın ki, heç vaxt qametdə 24 müxtəliflik götürə bilmərəm. Niyə? Çünki qametə axı X, Y bir arada düşə bilməz. Ya X düşməlidir, ya da Y düşməlidir. O zaman deməli ki, müxtəliflik nə olacaq? Kişi üzərindən desək 23, hər hansı bir heteroqamet fərd üçün desək n, yəni haploid saya bərabər oldu.
İndi yenə heteroqamet fərdlərdə homoloji xromosom sayına baxaq. Yenə kişilərin üzərindən baxacağım. Autosomlar, bax bu bir homoloji xromosom, bu ikinci bir homoloji xromosom, bu bizim üçüncü bir homoloji xromosomumuz. Nəhayət 22-ci homoloji xromosom autosomu bitirdim və baxım cinsiyyət xromosomuna. Aha, mən bunu homoloji xromosom kimi götürə bilərəmmi? Baxaq görək götürə bilərəmmi? Burada mən bunu homoloji xromosom kimi götürə bilmirəm. Niyə? Çünki XY-in homoloqu deyil və XY-in homoloqu olmadığına görə deməli ki, kişilərdə və ya heteroqamet canlılarda cinsiyyət xromosomları homoloji deyil. O zaman onlarda cəmi 22 homoloji xromosom vardır. Və bunu mən kişilər üzərindən dedim. Yenə deyirəm, 46 somatik hüceyrədə olan bir canlı üçün qeyd etdik ki, heteroqamet fərddirsə, onda homoloji xromosom sayı 22 olacaq. Amma digər heteroqamet fərdlər üçün necə deyə bilərəm? Hansı düsturdan istifadə edə bilərəm? N-1. Yəni, haploid saydan 1 çıxaram. O zaman heteroqamet fərddə olan homoloji xromosom sayını tapmış olaram. Qısacası bir də təkrar edək. Qadınlar üçün çox rahat oldu və yaxud da ki, belə deyək, qadın üzərinə homoqamet canlılar üçün çox rahat oldu. Əgər bizə burada somatik hüceyrədə homoloji xromosom sayı deyərsə, nə deyəcəm? 23 və ya N. Qametdə homoloji xromosom deyərsə, nə deyəcəm? 23 insan üçün və yaxud da ki, N. Homoloji xromosom sayı deyərsə, nə deyəcəm? Yenə də N deyəcəm. Yəni, qadın üçün də 23 deyəcəm. Amma heteroqamet canlılarda işlər dəyişir. Baxın, kişilər üçün deyirəm. Homoloji xromosom sayı 22, somatik hüceyrədəki xromosom müxtəlifliyi 24, qametindəki xromosom müxtəlifliyi 23. İndi düstur halına gətirəcəyim zaman, deməli ki, heteroqamet bir canlıda homoloji xromosom sayı N-1, qametindəki xromosom müxtəlifliyi N, somatik hüceyrədəki xromosom müxtəlifliyi isə N plus 1 olacaq. İnşallah ki, bu izah sizlər üçün faydalı oldu. Faydalı oldusa, növbəti izahlarda gələr.